bu nə də? Tükürdü gördün, nə tək tükürdü. Qaqaşların əl-ələ tutub gəzməsi çox normaldır. Xlor var, xlor. Mebel yağı, xlor. Gedirik toya, inşallah. Allah xoşbəxt eləsin. Bəyimiz də gəlir, Allah bəyimizi, gəlinimizi xoşbəxt eləsin. Thank you. Good. Bax, insan kəlləsinə qoyub qabağına, həmiz insan əti yiyir bu. Dostlar, yeni videodan sizi salamlayıram. Deməli, mənim planım odur ki, Varanasi'də 2 gün qalım və ikinci günün tamamında mən avtobusdan Jaipura gedim. Hal-hazırda yaxınlıqda bir coffee shop tapdım kofe içmək üçün. Çox qəşəng məkanı idi. Yəni, bura görə qəşəng məkanı təbii ki. Burada ümumiyyətlə Amerikan tapmaq olmur. Çox çətin məsələdir. 3-4 yer var. Onlardan birini tapdım Google Maps-dən. Kofemi içdim və arxasıca Jaipura bilet almaq üçün ChatGPT ilə məsləhətləşdim. Başqa yerlərə göndərdi mənə, amma təsadüfən buradan keçəndə Shiva International Travel'ı gördüm. Burada gördüm avtobus da var. Takip yanında köpə aşağı qoysa. Onlardan gəldim, bilet aldım. Toplam 1700 rupiya aldım. 250 rupi cəmsi onun öz xeyri idi, faizi idi. Qalanı biletin qiyməti idi. Bir nəfərli yatma yerli aldım ki, axşam sabahlarım 7-də çıxacam Varanasi'dən və biri gün gecəni yataraq, biri gün 11-də səhv eləmirəmsə çatacam Jaipura. What? Yok, ben Azerbaycan'dan. Sen neredensin? Japonya. Japonya. Türkçe nereden biliyorsun? Çünkü yaşıyor. Yaşıyor musun Türkiye'de? Ne çalışıyorsun orada? Ha, önce. Sadece bir sene. Aa, Türkçeyi böyle öğrendin yani bir seneye. Güzel, güzel. Nice to meet you. My name is Orhan. Nice to meet you. Hemen buradan mı geldim ha? Neyse. Gedək göstərim sizə küçələr necədir. Allah başımdakı toza bax, buna bax. Bunu mən necə yuyum? Mən bunu harda yuyum? Gözə girin bir dənə orada yuyum. Üzümü gözümü yuyum. Bu bezdim belə fırlanmaqdan. Okey millət. Çox. Üzümüzü gözümüzü yuduq. Let's go. İndi çevirirəm kameranı. Dar küçələr, çox dar. Bura biraz məni Stontanı xatırlatdı mənə. Meymun da sırazı. Bax, burada da meymun var. Hara gedirsən zaten meymunlar var. Bax. Sallaşa qalıb orada balam. Burada bazar fason bir şey var idi. İstəyirəm onu görək. Özüm də görmədim. Yəni yanından keçdim, gəldim bu küçəyə girdim. Amma indi hal-hazırda gedib onu tam içərdən görmək istəyirəm. Burada daha çox hinduizm olsa da, amma siz belə müsəlman qadınları da görə bilərsiniz burada. Həmçinin başqa budizm, digər sikizm, digər dinlərin də olduğunu burada görmək olar. Hə, buraydı. Mən bu açıqlıqdan gəldim, girdim bu küçəyə. Bu nə də? Adamlar nasıl söylərlər, bu nə də? Görək burada başqa, bura ümumiyyətlə məbədlərlə dolu yerdir. Orada nəsə dəlixana var uşaqlar, bilmirəm nədən amma var. İnsanlar orada niyəsə toplaşıblar hamısı sizə. Ay, nəsə paylayırlar deyəsən. Ay Allah, burada dehildək kimi deyə, mən elə bildim burada belə şey yoxdur. Ay Allah. Bu nə xaosu qurban sən. Sadəcə nəsə verirlər orada. Tükürdü gördün, nə tək tükürdü. Tükürdü, oradan da yemək hazırlayır. Bunu yuyur. Okey. Bunu burada yuyur, mundarxanada yuyur. Yəni bunu çirkini onun içinə tökür, onun çirkini bunun içinə tökür, bir təhər yumuş olur nəticədən. Allah, bu da tükürdü. İnsanların xaosu verilən yeməklə bağlıdır. Bu yeməklər pulsuz verilir uşaqlar. Pulsuz verilir, insanlar bura yığışaraq gəlirlər, yemək əldə edirlər və yeyirlər, gördüyünüz kimi. Gedək bilsə davam eləyək. Bazarı yavaş-yavaş tərk edirik. Düşünürəm mən artıq bazardan çıxan kimi bir motosikl sifariş verim. Düz insan keçdiyi yerin yanında traktor işləyir. İnsanın düz başının yanından saldı, o qumu götürdü. Oturub vecnət deyil, oturub burada tikintisini eləyir və insanların üstünə belə gətirir traktor. Qəribə bir şey deyil. Bir yağ bu tərəfdən götürdü, bax buradan götürdü qumu, düz insanın yanından götürdü qumu. Oğlum, mən hara düşmüşəm, ola. Bunlar gey deyirlər, ha, qardaşlar. Vallahi bunlar gey deyirlər. Bunlar normal oğlandılar, prosto belə yeriyirlər. İstəyirəm bunu sizə göstərim. Bax, əllə tutma qaydasına bax. Rahat bir 500 metr bundan daha geyəcəm, siz baxasınız deyənə. Baxın, bax. Əllə tutma qaydalarına bax. Lap gedib fırlanım qabaqdan gələcəm, üzbəzlərinə baxasınız, gözlə.
qaqaşların əl-ələ tutub gəzməsi çox normaldır. Yəni başa düşmürəm necə yəni normaldır, amma belədir. Özdə bir sənəcə belə romantikcəsinə ya. Yəni əlləri barmaqları azad bir-birinə keçirməyə azad söhbətləri də var. Belə də seksual necə lazımdır. Qəribə deyə Quran haqqı. Əməlli remont gedir ya. Burada ciddi remont gedir. Və bu yollar niyə bu gündədir? Və bu yolları niyə qayırmıyorlar? Və niyə deməyirlər bu insanlar burada nətər gedəcək? Niyə qayırmıyorlar bu yolları? Bu yollar niyə bu gündədir? Dostlar, bu qardaşın işi peşəsi Allah üçün ev düzəltməkdir. Bunların inandığı Allahların evi olmur. Bu düzəldir. Onlar da Allaha qoyurlar evin içinə. Sonra başlayırlar ona sitayiş eləməyə. Prosta mən buradan keçsəm, sorry, don't do it. Burada bu Allah üçün kreslo da düzəldib. Elə belə ayaq üstə yana bilər, kresloda da otura bilər. Yəni bunlar Allahlarına ev də ala bilirlər. Görmüşdünüz belə bir şey. Uşaqlar, burada ərəb dilində yazılar gördüm. Anlaşılan burada müsəlmanlar İslam dininə riayət eləyənlərdir. Hi, I'm sorry. There are all the people is Islamic, yeah? Okay, thank you. Thank you. Bildiyimiz kimi burada ancaq İslama riayət eləyənlər və qardaşlar da bax edirlər. Arxasından əslində görəsən ki, İslamın üzvləridir. Burada daha çox müsəlmanlardır. Bilmirəm bura nədir, amma müsəlmanlar daha çoxdur burada. Bunu gördüm, dedim sizə də göstərim. Bu nətər olub hə? Bunlar nətər üst-üstə yığıblar hə? Bunlar da burada necəsə, burada yaşayış mı olur? Nədir bu, başa düşmən? Bildiyin şeydir, maşının ola 4 dənə maşın niyə üstə? Bu şey deyir, nədir onun adı? Üstünə ağac bitib, maşının içindən çıxıb. Uşaqlar, yolu yarıya qədər gəldim, yoruldum. Motosikl çağırdım da bəsdir. Nə qədər geyəcəm, mən ölürəm. Səhər tezdən saat 5-dən küçələrdəyəm mən. İndi motosiklla gedirik ora. Uşaqlar, belə bir yer gördüm, belə paltar satan mağaza kimi bir şeydir. Maraqlı gəldi. Gəlin girə görək paltarların zadın qiyməti neçədir. Girəndə soruşdum ki, birdən geyimlərə görə şeydir, icazə verməzlər, amma icazə verdilər çəkişə. Baxaq görək burada nələr var. Bu qadın üçündür. Yox, bu kişi üçün. Normaldir, bu kişiyə oxşuydu, amma namnazi idi ya. Neçədir? 9999 rupiya. Bunlara məsəl üçün 50% endirim var qardaşlar. Bu neçədir? 549 rupiya. Özüm ölüm sədərəyə getsin, heç bir qiymətə bir şey tapamazsın. Çox ucuzdur, həddindən al. Bu nədir? Məsələn, gəlin buna baxaq. Bunlar ucuz geyinlər. 999 rupi bunun qiymətidir. Üstünə də şeydir, 70% endirim verir. Neysə uşaqlar, gördüyü buranda çıxaq. Yolda banan gördüm. Deyirəm, bir dənə banan yiyeyim, heç olmasa mənə çıxsın. Mən bugün heç şey yeməmişəm. Amma sizdə banana. Sana rupiye edəcəm. 15 rupi. Dişin də yoxdur, zorla danışsan başa düşmürəm səni. Yoruldu mu? Ver də mənə bir dənə bananımı ver, qurban sən. Ayda, nə qədər müzakirə elədilər bunlar. Oh, it's more. Okey, bu qədər banan verdi, yala. Bu qədər banan harama soxacam mən? Mən nətər yiyəcəm bunu? Ev yiyərəm. Valla bu 50 rupiya mənə bu qədər banan verdi. Maz mənə bir kilok banan verdi. 1 manatı da hardasa. 1 manata banan olar, ala bu qədər. Uşaqlar, mən taksimi çağırım, gedim otelə, sonra davamına baxarım. Amma mən otelə gedənəcəm, siz bir dənə girirsiniz, subscribe eləyirsiniz, like eləyirsiniz, komment yazırsınız ki, mən oteldən sonra sizə maraqlı bir şey göstərə bilim. Uşaqlar, bura Varanasidəki gecə qondulardı, biləsiniz. Evlərində vəziyyətini görürsünüz, bu evdir sağındakı. Bu da zibil daşıyır. Xlor var, xlor. Mebel yağı, xlor. Xlor var, xlor. Xlor istəyən yox deyə bir dənə də. Xlor var, xlor. Mebel yağı, xlor. Ay Allah, yol uzada baxın. Google Maps danışıb bununla ha. Mənə zibilə salacaq bu gündən. Dünən düşmüşəm, ikinci zibilə hazır. Uşaqlar, bununla bu nədir? Toydur, toy. Happy. Hanımın da əlində lampanı özü aparır. Gedək dallayacaq. Gəlin bəyimiz də gəldi. Onlarla yolumuzu davam elətdiririk. Gedirik toya, inşallah. Allah xoşbəxt eləsin. Bugünkü toyumuz maraqlı keçməlidir. Do you have any page or Instagram page? Yeah, I have Instagram. I am wedding photography in Azerbaijan. Give me. Battım. Vallahi gedə battım görmədim deyə. Bəyimiz də gəlir. Allah bəyimizi, gəlinimizi xoşbəxt eləsin. Gedək bir yaxınlaşaq, bəydən bəyin şirinliyini alaq. Onları yola salaq şadlıq sayına. Allah xoşbəxt eləsin. Oğullu, uşaqlı olsunlar. Nə qaracaqlar bunları görən.
Nəyə gəldilər bunlar bura? I'm not bəyin dostu. If I want bəyin dostu, I give you da. I am not bəyin dostu. Bəxşiş from Qurum. Bəydən al bəxşişi. Mən bu bəy gəlin axırına necə? Ayağım da p***a batır. Bu gəlinə bəyə görə p***a batdım. Gəlin qaqa, gəlin bura. Bir dənə sizi burada da çəkim. Allah, bu lütcəbaların yanına gəlirlər bunlar. Qanq çayından xeyir-dua alırlar. Qanq çayı indi bunlara xeyir-dua verəcək evlənmələrinə görə. Baba, bu lütdəni burada, bunlar da gəlirlər evlənməyə. Yox deyə belə şey. Baca, heç olmasa sən soyunma, qurban sən ayıbdır. Allah haqqı ayıbdır. Evlenen adamın yanında ay belə şey eləməzlər axı bu. Qırmızı onun elə bilirdim corabı da mı xınasıymış. Hamısında ayaq qırmızıdır. Xınadır. Qızın ayağına bax. Qızıllarına bax, gör nə qədərdir. Mən bir dənə qanq çayına yıxılmayayım, qalan hər şey yaxşıdır. Bu adətləri eləyirlər. Burada da prosedurlar gələcək. Bibilər burada prosedur eləyəcəklər for wedding. Burada nəsə noxuddur deyəsən, noxud və oradan nəsə yaxdı onun içərisinə. İndi necə elə bilmirəm. Görən inirlər. Bibi şam düzəldir deyəsən. Belə ucunu da bizləşdirir. Deyəsən şam düzəldir bibi. Bibinin qabağında bir dənə elə aranjov rəngində nəsə var. Biri də yerdədir. Hə, şam düzəldir bibi. Bibi indi bunlar üçün şeyi buraxacaq qanq çayına ki, xoşbəxt olsunlar. Qanqdan xeyir-dua istəyirlər onlar. Söndü bibi, bəxtlərini söndürmə onların. Bibi, bəxtlərini söndürərsən sən Allah yavaş ol. Aha, bibi indi su tökür. Qanq çayının suyunu tökür onların üstünə. Sonra nə edirsən bibi? Hə, dua eləyir bibi. Bibi indi ay Allah onunla götürdü qoydu. Hə. Yəni bu çox vacib bir şeydir o mənada. Bu onların toy gəmisidir. İndi bəylə gəlin çıxacaqlar onun üstünə, gedəcəklər toylarına davam eləyəcəklər. Bibilər sarı nəyisə yaxdılar ora. Bibi indi aranjov nəsə yaxır ora. Gəmiyə yaxır onları. Bu nəsə yəqin xeyir-dua ilə bağlıdır. Nəsə aranjov tozu yaxır uşaqlar. Bir dənə gül dəstəsi asır ora. Əmi də qaynatadır ya. Əmi qaynatadır uşaqlar. Əmi qaynata. O nədir? Binqas qaqnidir bibi. Bibi onu da qoydu ora. Bibiyə quzu kəsərəm. Bibi əməlli başlı bibi deyib. Bütün toya bu nəzarət eləyir. Quranan da olsun. Bibinin ayaq barmaqlarını göstərim sizə. Orada da şey var, üzüyü var. Ayağına da üzüyü taxırlar bunlar. Bir salır bunları gəminin içinə. Bibi aparır qabaqda bunlar. Mən yanlış anladım uşaqlar. Bunlar digər sahilə keçirlər sadəcə və gəmi gəlib elə yerdə dirəndi ki, keçə bilmir və uşaqlar onu necəsə dartıb keçirmək istəyirlər ki, gəlinlə bəy o sahilə çıxa bilsin. Axırı belə qərar verdilər ki, o gəmidən bu lotkaya keçiş eləsinlər, bu lotkadan sahilə ulaşsınlar. Amma buradan da nə tər keçəcəklər onu mən bilmirəm. Hələ ki baxaq, bəy gəlin bizim üçün daha vacibdir. Özüm bu dəqiqə Bakıda hansısa toyda hiss eləyirəm. Gəldim bura, burada da axırı öz işimi görməyə məcburiyyəti duyuram. Fikirləşirəm ki, mən buradan ora tullana bilərəm. Cəm. Batdım bir damcı, şalvarım zaten battı amma ucuna düşdüm bir damcı. Neçə dəqiqə qaş. Normal tullamışam, bəyə bax, bəy. Görüm bunu nətər keçirəcək. Qaldırardın nə qucağıma qızı? Allah üzükləri on qalsa suda. Ayağındakı üzüklər nə üçün bəsdir? Girib suya axtararam onunla bir. Kalan qızıl var mansın üstündə. Bibi yenə nəsə hazırlayır. O sahildə elədilər, indi gəldilər bu sahildə eləməyə. Deməli uşaqlar eyni prosesdir, yəni orada eləyirlər, sonra keçirlər bu tərəfdə proses eləyirlər. Qanq boyu eləyirlər də belə deyə. Bu sahildə də, o sahildə də. Sonra bütün qanqı gəzəcəklər, sonra dedi dark room yəqin Şadlıq sarayı nəzərdə tuturub, sonra ora gələcəklər. Çox istəyirəm sizə gəlinin əlindəki xınaları. May I look your hand in your hand. Yeah. Xınasına baxın bir dənə uşaqlar. Çox qəşəng, very beautiful. Və lampası. Thank you. Gəlin gəzdirir onu. Okay. Amma bu nə mənası bilməm, bəy gəzdirərdi də gəlini. Bu düzgün çıxmır axı. Məcbur girdim qanq çayına. Oyda buz kimidir su uşaqlar. Su buz kimidir. Oyda dondum. Get əmi oğlu, get mən də gəlim dancam. Bu da adətləndi uşaqlar. Quşlar üçün şeyə qışqıra atırlar. Bizdə siqnal bunlarda bununla elan edirlər ki, yəni evlənən var.
Uşaqlar hal-hazırda spor gedir. Bəy deyir, mən danışmışam ki, siz bizi hələ Qanq çayında gəzdirməlisiniz. Bunlar da deyirlər ki, yox, o yana getdi, bu yana gəldi. İndi onun sporu gedir. Qaqaş getdi, daydaya getdiyində o yanda kimləsi danışmağa, danışıb gələcək, deyəcək ki, nədir. Bəy çıxdı özü ki, Allah mən sənə pulu vermişəm, qaqaş, mən demişəm nə olacaq, indi bu nə söhbətdir. Həmişəki temalarda, Azərbaycanda necə, burada da elə. Bəy indi çöldədir, gəlin amma girib içəri çıxmır, gəlin küsüb bəydən. Gəlin şey eləyib ki, sənət demişdim qohumlavə dinən ki, uşaq gətirməsinlər də toy. Niyə toyda bu qədər uşaq var? Mənim toyumu zibil eləmək istəyirsiniz, zat belə-belə. Şimdi söhbət düşüb də toyda, bax, gör nə qədər uşaq var. Uşaqlar nə gətir toya? Dedim də uşaqlar, mən istəmişdim. Gəlin, qanqaraçıq eləyək, gəlin dedi ki, vaxşı istəmirəm, belə nigah olmasın, zat oyan bir yan. Neyse, indi hamını düşürdülər Otkedən. İcazə vermədilər. Bəyi də qınadılar ki, bunu danışsan adam kimi danış. Danışmırsan danışma da. Milləti niyə avar eləmsən? Bax şimdi belə tonun içinə zad elədilər. Heç xeyrisi. Hər işdə bir xeyir var. Hər işdə bir xeyir var atam. Ona görə keyfi pozmağa dəymir. Hər işdə bir xeyir var, denən keç. Valla bu hər dində belədir, hər inancda belədir. Bir xeyir var. Getdik. Çevrəyə gedək. Nəysə uşaqlar, ümid edirəm ki, bu videonun qısa və mənasız olduğunu düşündüyüm halda belə bir mənə xoşbəxtlik üz verdi ki, toy gördüm və siz üçün onların nigahlarının adətlərini göstərdim və digər üzvləri də ailənin burada dayanıblar. Oturub gözləyirlər ki, indi onlar gələcəklər birazdan və yəni gedəcəklər restorana, şadlıq sarayına, amma 2-3 saat bunlar burada gözləyəcəklər. Hər şey bir yana, indi bu pləkanlara qalxıb hostelaya getmək var. Uşaqlar, Hindistanın axşam görüntülərindən sizi salamlayıram. Biz bu günlərim 6:30-da olmalıyıq seremoniyada, axşam seremonisində. Hansı ki, yenə Qanq çayının ətrafında olacaq. Otelə gedim, oteldən adapterlər falan qoymuşam zərət ki, onları götürüm. You are hicra? Yeah. Dostlar, bunlar hicralardır. Thank you, thank you, thank you. Good. Bunlar hicralardır. Hicralar haqqında yarım yamalaq məlumatlar var. Güya bunlar üçüncü, yəni LGTB üzvləridir. Amma hicralar yalnız LGTB üzvləri deyil. Burada hicralar həm də zorlanma faktında aşkarlanmış, xalq tərəfindən aşkarlanmış adamların xalq tərəfindən cinsiyyət orqanlarının dibindən kəsilməsi ilə o quruma aid olmalarıdır. Və bir çoxları deyir ki, onlara pul verirlər, yazıqları gəlir falan filan, onlara dəstək olar. Xeyr, bu pul vermə məsələsi dəstək olmağa görə deyil. Pis adama qarşı bizdə ölkədə bir reaksiya var. Zibilvi məndən uzaq elə, ala bu pulu. Eyni reaksiyadır. Yəni bunlara pulu verirlər ki, uzaq ol. Pis niyyətli, pis enerjili. Onların getdiyi yolla cəmaat getmək istəmir. O qədər iyrənirlər onlardan. Yəni sadəcə olaraq o verilən pullar hamısı, yenə də deyirəm, pis niyyətli. Bunlar axı enerjiyə çox inanırlar. Yəni enerji, mənfi enerji mənim üzərimdən apar. Amma bu pulu heç bir enerji mənim üzərimə qoyma anlamında onlara pul verirlər. Yəni bu dəstək deyil. Onlardan zəhlələri gedir hamısından. Bir də zorlanma faktına gəlincə, hətta avtobuslarda bu fakta, yəni real fakta, internetdə bu barədə yetərincə məlumat var. Adamlar var ki, burada bəzi kişilər o qədər özlərinin həddini aşıblar ki, adamlar var ki, avtobusda qadın görüb, avtobusun içərisində insanların arasında basa eləyə bilirlər o qadına baxıb. Yəni bu dərəcə biabırçı hallar var Hindistanda. Bunların hamısını təbii ki, dövlət tərəfindən qarşı alınmağa çalışır. Amma nə dərəcədə xalq kütlə o qədər böyüdür ki, bəzən xalq özü müdaxilə eləməli olur, bəziləri isə heç nə qədər müdaxilə eləsələr də nəticə vermir. Düşünürəm, icralar haqqında yetərincə düzgün, səlis məlumat verdim ki, hamımızın məlumat oldu. Okey, uşaqlar, gəldik, götürdük əşyalarımızı, gedirik sahilə doğru, yəni Qanqın sahilinə doğru. Uşaqlar, axşam saat 5-də, yəni hardasa təqribi olaraq, hələ də adamlar meyid yandırırlar. Yəni düşünə bilərsən ki, bir şəhərdə nə qədər ölü ola bilər? Elə məsələ burasında bir şəhərdə deyil, hər şəhərdən, Hindistanın hər yerindən bura gəlirlər ki, ölməyə. Yəni bunların ölümü deyə bir səhər izah eləmişdim zaten. Ölümü gözlədikləri otaqlar belə var. Təmiz bax, təmiz aqorilər var burada. Təmiz aqorilər. Təmiz aqoridir. Bax bu insan əti yeyən aqoridir. Bax təmiz. Bax insan kəlləsini qoyub qabağına. Təmiz insan əti yeyir bu. İnsan közü ilə mənim başımı şeylədir, rənglədir. İndi şəkimci. Uşaqlar, aqoriya pul verdim, geri qaytardıq. Thank you. You are best man. Go. You know, go. Please not. Okay, thank you. Pulu qaytardılar, amma daha çox pul istədilər.
Sonra mən o pulu geri verdim. Bir digərlərinə götürdülər, qoydular Aqorin yanına. Yəni tipa az pul vermirsən, biraz çoxalt bu pulu. Mən də çoxaltmadım təbii ki. Üzümə yenə bundan yaxdı, başıma yenə bundan vurdu. Amma bu dəfəki insan meydinin közüdür uşaqlar. İnsan meydinin közünü yaxdı alnıma və başıma. Bunların simvolik taxtığı bu şey var. Ondan yoxlamaq istəyirəm, görüm mənə qəşəng qalacaqsa götürmək istəyirəm. Həm xatirə qalsın, həm də burada taxmış olum. Baxaq görə yaraşır mənə. Nə təbii yaraşdı mı? Oy. Bunun prosu biri uzun olmalıdır, biri qısa. Belə bir şeydir. Uşaqlar düşünürəm seremoniya burada olacaq. Allah bu nədir Allah? Hər cür adam var burada. Polis də var inşallah burada. Burada da oturublar. Bax bu qüllənin yanındadır bütün proses. Seremoniya prosesi bax burada olacaq. Nə olacaq bilmirəm. Ağsaqqal oturub orada. Görün nə qədər adam var burada. Hamı gəlib bu seremoniyanı izləməyə. Və bu seremoniya hər gün olur 6:30-da. Oxuduğum qədərilə mərasim nədən ibarətdir? Bu Qanqa Arsidir adı. Rahiblər yığışırlar, dualar oxuyurlar, Qanqa çayına öz minnətdarlıqlarını bildirirlər. İndi təsəvvür edin, mən düşünürəm bir yandan gələ-gələ ki, okey, indi dinləri elədir, belədir, bunu qoyaq kənara. Gör dinə nə qədər bağlıdırlar ki, adamlar səhər, axşam, günorta özlərində vaxt tapıb bu Qanqa çayına əlaqəyə girirlər. Öz tanrıları ilə, öz dinləri ilə əlaqədə qalırlar. Yəni bundan heç bir halda qopmurlar. İşləri bitirib ki, axşama yığışıblar duaya. Burada olan yüzlərlə insan hamısı eyni anda dua eləyir. Yəni bunun təsirli tərəfi də elə ondadır ki, yüzlərlə insan bir yerdə dua eləyir, rahibi dinləyir, musiqisi var, tüsüsü var. Prosesi indi sizə göstərəcəm. İndi dua eləmə mərasimidir, rahib oxuyur, dua eləyir. Birazdan cəmaat onunla bərabər dua eləyəcək. Tutalım ki, bizdə kimi atıram fikrimi izah eləmək üçün. Molla oxuyur Fatihəsini, hamı bir ağızdan deyir Fatihə. Eyni formatda. Bu da oxuyur, rahib oxuyur, bir yerdən sonra hamı eyni əfəslə, eyni səslə öz fikirlərini ifadə edir, öz dualarının, kəlamlarını ifadə edəcəklər. Dostlar, mərasimi ikinci hissəsi burada keçirilir. Yəni, orta hesabla təbii ki, düşünürəm ki, iki tərəfi bir yerə toplasaq, burada rahatlıqla 2-3 mindən artıq adam var. Hamısı bu dini ayında iştirak edirlər. Oyda, yox hala, burada daha çoxdur məncə. Mangalam Bhagavana Vishnu Mangalam Garudadhvaja Yesu Sarvada Vinayakam Gurum Bhanurabha. Bura o qədər özəl tutulur ki, yaxınlarına zəng eləyirlər, kamera ilə buranı izləyirlər. WhatsApp-dan zəng eləyib yaxınlarına da qoşurlar ki, buranı canlı izləsinlər. तत्पदं दर्शितं येन तस्मै श्री गुरवे नमः ईश्वरपादपङ्कजम् Bu tüstü nədirsə, məni ciddi şəkildə boğdu. Hər tərəf tüstüdür, əməlli baş tüstü var, adam boğur. Təsəvvür edin, bu adamlar hər gün bunu eləyirlər və hər gün bu tüstü onların nəfəsinə, ciyərlərinə daxil olur. Dəhşətdir, çox ağırdır, ağır tüstüdür. Baxın, bu adam isə yatırım üçün pul alır bu mərasimə. Yəni, Qanq çayına təşəkkür mərasimini həyata keçirmək üçün adamlar əlavə pul verib yatırımlar eləyirlər. Və adam çek verir rəsmi olaraq. Bax, pul aldı, çekini verəcək indi. Qəpiyi də götürən var, kağız da verən var. Çekini yazır, verir.
Qızğındır, nə də bu? Düşünürəm proses eyni deyil. Bax, bunda da 3 bucaq şamlar yanıb. Bax, eyni alına vurulur burada da. Orada da. Sadəcə bu daha kiçik mərasimdir, o daha rəsmi, daha böyük olan mərasimdir. Burada deyərdim ki, özəl sektor gəlib bunu eləyir, onu dövlət eləyir kimi. Yəni ona daha çox güvəni ilə inanırlar. Bunu heç görməmişdim. Stolların qarşısında Allahları var. Baxın. Biri burada, biri orada. Okey dostlar, mən sizə sağollaşıram. Sizə göstərdiyim mərasim onların Qanq çayına olan təşəkkürünün mərasimi idi. Və mərasimdən çox qalmamaq üçün, yekunlaşdırmaq üçün gedirəm. Sizdən isə ən vacib istəyim təbii ki, səhifəni bəyənmək, like etmək, komment yazmaq, share etməkdir. Görüşərik.